Özünü pis eləmirsən? İndi səni qulaq asandan sonra anladım ki, bu elə də yaxşı səslənmir. Qəsəbdə? Məsələ burasındadır ki, həmişə həmin qadın başqa qəliz vəziyyətlərdə də olduğunu görmüşəm. Necə? Yəqin peşəsinə görə. Kadının peşesi neydi ki? Fahişə. Farklı? Hə. Yaxşı. Nə? Nə bilim, o. Xanım deyil. Demək istəyirəm ki, o bir... Hə, əlbəttə artıq deyil. İndi isə haydi. Demək istəyirəm ki, artıq o öldü. Hər halda indi hadisəyə fərqli baxır. Bəli, indi vəziyyət dəyişir. Bir balaca fərqli. Onun parça olduğunu başa düşəndə nəsə, yenə də bu dəhşət. Amma əlbəttə, Tualetə gedə bilərəm. əlbəttə. Amma harada olduğunu bilmiyorum. Mətbəxdən çıxanda piləkədə